hərəkət verici Schmalhausen. Doğrudur. Yaxşı, psilofitlərdən danışaq görək. Deməli, psilofitlər keçid formasıdır. Yosunlarla ali sporlu bitkilər arasında keçid formasıdır. Eyni zamanda toxumlu qıcılarda keçid formasıdır. Psilofitlər dənizlərin, su hövzələrinin kənarında bitir. Ağac və ot forması var. Pulcuqları olur, ağızcıqları olur. Mexaniki örtü, ötürücü toxuması olur. Rizoidləri olur. Kökümsava oxşayan orqanı olur. Arxeopteriksin və müasir quşun neçə barmağı, neçə caynağı var? 14 Arxeopteriksdə. Müasir quşun ancaq arxa ətrafında caynaq ola bilər. Onda 6 caynaq. Arxa ətrafında 4 barmağı var. Caynaq. Yəni 14 barmaq 8 caynaq olacaq. Belə götürürük. Bütün